Hər vaxtınız xeyir olsun bizim dəyərli YouTube izləyicilərimiz, tarix sevərlərimiz. Bu dəfəki mövzumuz dünya tarixində xüsusi yer tutan sirli təşkilatlardan biri olan Xaşxaşilər və ya Asasinlərdir. Həsən Sabbahın rəhbərliyi ilə ortaya çıxan Xaşxaşilər İsmaillilik məzhəbinin Nizariyə qoluna mənsubdur. Səlcuqlar, Səlibçilər, məbəd cəngavərləri, Abbasilər və Eyyubilərdən olan mühüm şəxslərə sui-qəsd təşkil ediblər. Pis şöhrətləri ilə ətrafda qorxu yayan təşkilatın adı qərbdə sui-qəsd mənasına gələn assasin kəlməsi ilə bağlıdır. Sözün yaranması barədə fərqli fikirlər olsa da, əsasən təşkilat liderinin sui-qəsdçilərə xəşiş, yəni tiryək verməsi ilə əlaqələndirilir. Daha sonra bu fədailərə Xaşxaşilər deyilib. Nəticədə bir çox romana, filmə mövzu olan Xaşxaşilər dünyanın ən sirli təşkilatlarından biri olaraq tarixə düşüb. Xaşxaşilərin ordusu öz dövrünə görə ən güclü ordu sayılırdı. Bu ordunun üzvləri hələ uşaq vaxtlarından hərbi təlimə cəlb edilirdilər. Bir neçə dildə danışır və dünyada mövcud olan dinlərdən gözəl xəbərləri olurdu. Xaşxaşilərin tarixin ən çox qorxulan və ilk sui-qəsd təşkilatı olduğu deyilir. Təriqətin çox ağır qaydaları var idi. İçki qadağan idi. Evlənmək və uşaq sahibi olmaq həmçinin bu da qadağan idi. Qadınlarla əlaqə və onlar haqqında danışmaq və musiqiyə qulaq asmaq həmçinin bunlar da qadağan olunmuşdu. Bu qaydaların məqsədi müridləri hər növ dünyəvi ləzzətdən və bağlılıqdan uzaqlaşdırıb özlərini təriqətə və təlimlərə bağlı saxlamaq idi. Bu qaydalara əməl etməyənlər isə ağır şəkildə cəzalandırılırdı. Təriqət müridlərə həmçinin fəlsəfə, ədəbiyyat, xarici dil, coğrafiya və xüsusilə də qorxusuz bir sui-qəsdçi olmağı öyrədirdi. Təriqətin yetişdirdiyi sui-qəsdçilərin ilk qurbanlarından biri də Səlcuqlu vəziri Nizamül Mülk oldu. Bu video siz tarix sevərlər üçün maraqlı oldusa, videonu bəyənib, paylaşıb, kanala abunə olmağı unutmayın.